Salam əziz müştərilər, bugün sizin qarşınızda yeni flaqman modelimiz olan paket laminatorla yanınızdayım. Deməli, təqdim etmək istəyirəm sizə Vector 3306 modelini. Bu paket laminator digərlərindən nəyə fərqlənir, niyə professionaldır, niyə flaqman modeldir, onu da sizə göstərmək istəyirəm. Öncəliklə bunun belə burası açılır. Mən indi 2 dənə yeri var, buradan açmışam. Nəyə görə açmışam? Göstərmək üçün sizə. Digər laminatorlardan fərqli olaraq bunda 4 val deyil, 6 val var. Yəni normal laminatorlarda, paket laminatorlarda öncədən 2 dənə isti val olur və sonda 2 dənə soyuq val. Yəni toplam 4 val olur. Bu laminatorda isə 4 ədəd, yəni 2 cüt isti val var, 1 cütdə 2 ədəd soyuq val var. Və olan vallar da digər laminatorlarla müqayisədə diametri daha böyükdür. Məsəl üçün, adi 4 vallı laminatorla müqayisə eləsək, yanaşı qoysaq, görərik ki, bunun valların diametri daha böyükdür. Bu da nə verir bizə üstünlük? Digər laminatorlarda 250 mikron məsəl üçün eləmək üçün laminatorların gücü çatmır 250 mikron eləməyə. Və yaxud folqирование eləmək üçün, yəni tonerin üzərinə folqi yapışdırmaq istəyiriksə, zər yapışdırmaq istəyiriksə, o texnologiya var, məsəl üçün, tonerin üzərinə folqi yapışır, onu hər laminator eləmir. Onu məhz belə professional laminatorlar eləyə bilir. Çünki bu yüksək temperatur verə bilir həmin kağıza, zərə ötürə bilir yüksək temperatur, ona görə də zər yapışır. 250 mikron laminatorlarda daha yaxşı yapışır. Gəlin avadanlığı işə salaq. Avadanlıq çox sürətlidir. Yəni çox sürətlidir. 9 sürəti var. 9 sürəti var. Bəzən müştərilər soruşurlar ki, məsəl üçün 125 mikrondursa mən hansı dərəcə qoyum, hansı sürəti qoyum? Burada çox sadədir. Yəni belə suallar olmasın yenə. Hazır modlar var, rejimlərimiz var burada. Məsəl üçün hal-hazırda biz 125 mikronla laminasiya edəcəyik. Buyuruq burada modu bastıq. 75 mikron, 100 mikron, 125 mikron. 125 mikron seçəndən sonra laminatorumuz artıq 130 dərəcəni tutur və 4-ün sürəti avtomatik tutur. Və mən bu avadanlığı öncədən qoşmuşdum deyənə. Avadanlıq qızıb artıq ready yazır bizdə, hazır vəziyyətdədir və biz bundan laminasiyanı keçirdə bilərik. Laminasiyanı hazırlayaq. Belə laminasiyamızı hazır edirik. Hazır edəndən sonra da belə buraxırıq. Əslində temperaturu artırıb, nisbətən artıb sürət də artırmaq olar. İndi biz elə eləmirik, yəni laminatorun proqramı ilə görürük. Yəni, görürsünüz kifayət qədər sürətlidir. Dediyim kimi 4-ün sürətdə 9-un sürətə qədər var. Bu 125 mikron bunun üçün yəni heç nədir bu avadanlıq üçün. Bu daha qalın laminasiyaları eləyə bilir. Daha sonra özəlliyi ondan ibarətdir ki, touchscreen ekranı var. Bu da istifadəni rahat edir bizə. Reverse funksiyası var. Əgər bizdə laminasiya ilişirsə burada avtomatik basaraq reverse funksiyası ilə geri gətirə bilirik ilişmiş kağızı və yaxud laminasiyanı. Dediyim kimi, baxın burada menyuya girdik. Baxın 125 mikron mod var, 150 mikron var, 175 mikronluq laminasiya var, 200 var, 250 mikron var. 250 mikronda görsə artıq 160 dərəcə ikinci sürət. Maksimal dərəcədə yenə dedim, bəzi müştərilər olur ki, qalın kağız istifadə edir və həmçinin 250 mikron laminasiyadan istifadə edir. Onda bax bu rejim işə düşür. Bu rejim bu laminator artıq onu eləyə bilir. Yaxud dediyim kimi belə bir folqalarımız var. Bəzən dəvətnamə işi ilə məşğul olan müştərilər ağ-qara toner üzərinə zəri yapışdırmaqdan ötürü bu texnologiyadan istifadə edir. Laminatordan zəri qoyur və keçirdir. Zərdə çıxır, toner hardadırsa oraya yapışır. Onu hər laminator eləmir. Bu laminatorlar eləyə bilir. Çünki bunlar professional mətbəə laminatorlardır. Avadanlığa bir il zəmanət verilir.
Əmanət müddəti bitəndən sonra da bizim servis tərəfindən xidmət göstərilir avadanlığa. Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, bizdə laminatorlarla yanaşı bunların sərf materialları da satılır. Belə laminasiya plyonkalarımız var. Çox keyfiyyətli laminasiya plyonkalarıdır. Həm də bunun yalnız parlağı var. Bizdə isə bunun əlbəttə ki, matı da var. Yəni mat laminasiyada bir başqa effekt verir, başqa gözəllik verir çapa. Əgər həmçinin A4 ölçüsü, A3 ölçüsü, hər bir ölçüləri varımızdır. Əgər siz də bu tip avadanlıqlarla və sərf materiallarla yaxından tanış olmaq istəyirsinizsə, sizi bizim kanala abunə olmağı dəvət edirəm. Bizi Instagram, Facebook üzərindən izləməyi unutmayın. Kanala abunə olun, like düyməsini basın, kommentariyalarda nə suallarınız varsa verin, ətraflı onları cavablandıracağım. Təşəkkürlər, çox sağ olun.